Müftəhiddin Aqmulu nəsihətlər. İn əvvəl kərək nimə? İman digən. Əxirət işlərindən inan digən. Xuday kisir digənindən iş bitmeydir. İman şartın öyrənməyə ilan digən. İkincisi qiymet nəmə? Көңіл digən. Көңілі бұдық, әдәмдән көңіл digən. Бұдық үйі üstündən артты артық. Bulmaha көңіл tadı, көңіл digən. Üçüncüsü qiymet nəmə? Aqıl digən. Aqılsızın tavfiq yağı taqır digən. At işkə soğanıb, dinin бұdıq, imanın küfürlükə hatır digən. Dördüncüsü qiymet nəmə? Şükür digən. Niğmətkə şükürsüzlük küfür digən. Yatqan yerdən Xuday kisir digən xurluq. Səbəb edib tüzüyünü yürür digən. Beşincisi qiymet nəmə? Ədəb digən. Ədəb digən. Mühabbətə səbəb digən. Küfür ədəblilə durmağınday. Ədəbhədə imandır, ғajab digən. Altıncısı qiymet nəmə? Sabır digən. Sabır kişi muradında bir digən. Hər işdə sabırxızın tübü xurluq. Sabırxızlıq başqa bilə xalır digən. Yedincisi qiymet nəmə? İxlas digən. İxlasızın işi qabul bulmaz digən. Akıllılar o şükürde bilhə gerek. İman, akıl, edep, ihlas yoldaş digən. Biz bir halık bulduk ölmegəndəy. Gürstanğa yalnız baş barmağanday. Doğruluk bu zamanda qurub qalğan. Tura aytılsa at yakta durub qaldı. Qaymullalar halıqqa yolğandayda. Xəyirdən qalan tip qurqandan. Küsü var. Mürdalar hayran xanıb, şərhətdə көңіл üsü bұрıb qalğan. Beylənген tamaq bilən dilimiz var. Yılqısılar muyunubuzğa qoraq qalğan. İşimiz özümüzге dəlil buldu. Nisiya yerге şeytan tuzaq qurub qalğan. Şeyxabar qaftalını püsüb gitken, orununa qozğun bayğış qonub qalğan.